İsmayıllıda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq pulunu ələ keçirən 30 yaşlı Ceyhun Məmmədov saxlanılıb. O, Instagramda Median.invest adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirinlikləndirici vədlər verib. Ceyhun Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır. Sonda bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşdıqları və iqtisadi əsaslara söykənməyən piramida, dələduzluq sxemlərinə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən elanlara inanmamağa çağırırıq. Müəyyən məbləğ qarşılığında onlara 10%, 15% artıq pul vədində söz verirdim. Amma qarşı tərəfə heç bir məbləğ göndərmirdim. Ancaq söz vasitəsilə vəd verirdim ki, sizi qazandıracam. Qarşı tərəfi tanımırdım, qarşı tərəfi məni tanımırdı. Sadəcə onlayn şəkildə olurdu. Mən həmən şəxsə kart atırdım, həmən şəxs də karta müəyyən məbləğlərlə ödəniş edirdi, çekini mənə atırdı. Rafiq Həsənov, Elçin Məlikov, Nilüfər Qəhrəmanova, İsmayıllı.